daha çoxdur toplumumuzda. Təəssüf ki, bəli, haqlısınız. Çünki burada insan öz həyatı ilə bağlı məsuliyyəti özü ala bilmir, öz fərqində ola bilmir və başına gələn hadisələrdə başqalarını günahlandırır. Çünki bu daha asandır. Şuuraltı olaraq o özünü günahlandırsa əziyyət çəkəcək. Başqalarını günahlandırmaq daha rahatdır yaşadıklarına görə. Bir də sağlam olmayan bir psixologiya var burada. Yenə də deyirəm, məsuliyyət ala bilmir. Deyir ki, depressiyaya düşmək çox asandır, amma depressiya ilə mübarizə aparmaq çətindir. Ona görə insanların çoxsu nəyə görə özünü aciz duruma salır, mən xəstəyəm, mən köməksizəm, mənə kömək eləyin. Yəni, bu ən asan bir şeydir. Amma mübarizə aparmaq doğrudan da məsuliyyət almaq bu ən əsas işdir ki, bunu da hər kəs bacarmır. Təəssüflər olsun ki, bizim toplumumuzda da belə bir kodlama var ki, sən zənginsənsə, sənin pulun çoxdursa, başqalarına kömək eləməlisən. Artıq bu etiketlənib bu cür insanlar, hətta özlərini, yəni bizim toplumda yaşayan insanlardan söhbət gedir, özlərini bir borçlu hiss edirlər ki, mənim varsa mən etməliyəm. Sonuçta bu insanların özünün də bir sıra psixoloji problemləri olur. Çünki onlar hər zaman özlərini borçlu hiss edirlər. Amma qarşılarındakı insan düşünmür ki, bu insanın resursu gedir. Bir gün həmin insanlar doğrudan da tükənirlər. Maddi və mənəvi olaraq. Çünki o öz resursundan verir. Belə deyək də, məsələn, donoru götürək, başqasına qan verən insan. Çox üzr istəyirəm. Sənə pislik eləyən insanı eləməlisən. Sənə pislik eləyən insan, ən birinci insan özünü qorumalıdır. Çünki ən birinci insan özünə cavabdehdir, özünü qorumağa cavabdehdir. Sənə pislik eləyən insana ən yaxşısı neytral qalmaq. Çünki sənin əgər psixologiyan sağlamdırsa, sən belə deyim, sərhəd qoyasan onunla öz arana. Sərhəd qoyulmalı. Bəli, sərhəd qoyulmalı. Gültacdan soruşum. Gültac,